Hər kəs salam, mən Rüfət. Bugün 8-ci həftənin son gündür, bazar günüdür. İstəyirəm bu günü bölüşüm. Hər həftə bir gündən çəkməyə çalışacağam. Geri qalan həftələrdən. 4-cü gün sözüncü videonu çəkirdim. Sadəcə alınmadı. Yemək alınırdım, pankekimi. Qalım qaraldı, çəkəsi olmadım. Hal-hazırda saat 9-a işləyir. 8-də oyanmışdım. Çəkim 67-400 gəlmişdi. Azı qarına Salih müəllimə forum atacağam. Foruma baxsın, federasyonun dəyişməyi lazım olub olmadığına baxsın. İndi isə müəllim üçün forum atmağa gedək. Salih müəllim istirahət günlərimə pankek yazıb səhərlərə, 5 zeytun, üstə bir kəsmə yazıb, bir də yaşıl çay. Çox gözəl. İndi başlayalım. Bismillah. Məndə 90%'lik kakao şokolat yox idi deyə 2 parça atmalıydım. Yerinə kakao toz atmışam. Ona görə biraz pankek qarışıq. Bu arada pankek çox sevərəm mən. İstəyirəm hər gün yiyeyim. Məncə kakao tökdüyüm üçün ona görə yaxşı alınır pankek. Tavaya yapışırdı. Azca yağ vurmuştum yine tavaya yine yapışırdı. میدونستی ننه سر بازی بده مرخصیش کمه ننه چرا منو زاییدی. Bir məsələni danışmaq istəyirəm sizinlə. Mənim boyum hər yerdə 1 metr 70 santimetr gəlirdi. Federasiyada o gün getdim ölçüm 1.68 gəldi. Oyda. Orada da ki, mens atlet əgər kateqoriyası çıxsa, öz boyundan 103 santimetr çıxırlar. O alınan cavab sənin çəkin olacaq. O çəkiyə qədər olmalısan. Məsəl üçün, mən 1.72 olsaydım, indi 1.68 gəldim də orada. 1.68-dən 103 çıx, alınan cavabdan sanırca 64 kilo. 64 edir də, maksimum 64 kilo olmalı. تو که دهنم آگاهیدی میدونستی ننه سر بازی بده Baxıb da nəfsi çəkən varsa göz haqqın halal olasın. مرخصیش کمه ننه چرا منو زاییدی تو که دهنم آگاهیدی میدونستی ننه سر بازی بده. Yəqin ki, bu videonu çəkəndən sonra əgər bunda da dəstək olmasa videoya YouTube'a video atmağı sonlandıracağım. Açıqdır danışım. Çünki haqqımızı vermir izlənmə. Biz əziyyət çəkirik, vaxtımızı sərf edirik. Nədə insanlar izləsin, onu da izləməyəndən sonra biz niyə çəkirik vəziyyəti? TikTok, Instagram elə olduğum kimi davam edəcəm. Orada daha aktiv hesablarım. Bu arada yerləşdirirəm Instagram, TikTok hesabıma. İstəyən olsa izləmək.
keçib izləyə bilər. Hər yerdə, bütün sosial şəbəkələrdə kullanıcı adı filtri farklı. Xoruz qoyacaq görsən biz video çəkək. Videolarımı sosyal şəbəkələrdə paylaşırım. Ondan sonra vaxt olsa yatacağım. Olmasa da yeməğimi hazırlayıb yeyəcəm. A few moments later. Nə yatmağı? Atam simentləri gətirdi. Simentlə torpağı gətirib. Simentləri içəri yığmışıq. İnşallah otağı artırmaq istəyirik. Onu da yarış vaxtıma salıb. Burada da torpağı indi içəri daşımağı, torpağı da. Bir tamam torpaq. Bir dənə belim əzilməsin. Problem odur, ürəyimdən keçən. Kardiodur. Qumu həyətə boşaltdıq. Atama kömək, məndən başqa əlavə atamın dostu var, Ruslan əmi, sağ olsun, o kömək elədi. Burada da bir dənə balaca oğlu, o balaca kişi, Hüseyin. O da kömək elədi. Bura boşaltsan, hə. Qutardıq. Saat 12'nin yarısıdır. İndi gedəcəm mərzini yiyeyim, əlim ayağımı yiyeyim, mərzini yiyeyim. Vaxtıdır 12'də. 5 minutes later. Yığıb içəri qutarmışdıq ki, bir də 12'nin yarısından sonra zibilləri atmalı oldu, taxtaları. Bugün saat yığana kimi 12 oldu, rovno 12'dir. Tez bunları qaça-qaça zibilliyə atıb, getməliyəm, yeməyi yiyeyim. Arabada maşın sürür Hüseyin. Arabanı sürür. Arabanı çək Hüseyin. Maşın vuruldu. Ay düzəndər. Ay. Telefon da vuruldu bunu. Çatdıq evə. Later. 1'e 20 dəqiqə işləyir. Evdə göy-göyərti yox idi. Həzmi yaxşılaşdırmaq üçün göy-göyərti faydalıdır. Həzmi sürətləndirir. Həm də vitamin, mineral tərkibində yaxşıdır. Çoxdur. Ona görə gedim göy-göyərti alım. Let's go. Göy-göyərti almağa. Göy-göyərtini aldıq. İndi yemək zamanında. Azlıq yavaş-yavaş gəlib. 15 minutes later. Birə qalır. Burada mərcimizi, göy-göyərti, təbii ki, düzdür, bunun üstündə göy-göyərti var. Nə qədər çox desəm, problemi yoxdur. Əsas odur, sevdiyim göyərti olsun ki, mədədə şişkinlik yaratmasın. Yeməkdən sonra bananla 20 qram çərəzimiz var. Bismillah. Nəyə görə bizim ölkədə idmançılar qabağa getməsin? Nəyə görə tanınmasın? Halbuki çox gözəl səviyyəli idmançılarımız var, titullu. Halbuki heç bir sosial şəbəkədə tanınmırlar. Bu idmançıları da tanıtmaq sizin əlinizədir. Siz dəstək olmalısınız, izləyənlər. Örnək idmançılardan almalısınız. O şəhidlərdən, əskərlərdən, vətənimizi qoruyanlardan, bayrağımızı ucaldanlardan örnək almalısınız. Elmli, bilikli, savadlı adamlardan. 20 minutes later. 20 dəqiqə, 30 dəqiqə sosial şəbəkədə gəzim. Yeməyimi bitirdikdən sonra gedim içimi işləmişik. Bədənimiz çeşik olmasın.
Və 5-in yarısı oldu. Burada həris kəsiminin yarısı 20 qram da çərəz. Suyu da özüm qoydum. Saat 8'dir. Son yeməyimizdir bugün. Dedim bununla sizlərlə bölüşüm. 5 qram yağda qızarmış toyuq əti, toyuq sinəsi. Bir dənə də orta boy kartoşka qarnamış. Burada da xiyarla göy-göy ətini. İstəyirəm buna limon sıxım. Kartoşkanı mən əzirəm, pürə alma gətirirəm ki, daha rahat yeyə bilim.